Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 25 yanvar 2026 tarixində OTK-nın 11-ci siniflər üçün keçirmiş olduğu buraxılış imtahanında düşən riyaziyyat suallarının cavabını paylaşacağım. 31-də deyir ki, bu sırasını moda və medianın həndəsi ortasına tapın. Gəlin bu sıranın əvvəlcə modasını tapaq. Moda ən çox təkrarlanan ədəd deməkdir. Burada ən çox təkrarlanan 9-dur. Yəni 1-dən də bir dənədir, 2-dən də bir dənədir, 3-dən də bir dənədir, 4-dən də bir dənədir, 6-dan da bir dənədir. Lakin 9-dan gördüyünüz kimi 2 dənə var. Deməli, modamız 9-dur. Median isə ədədləri azalandan, yəni azdan çoxa doğru düzməliyik. Burada da elə azdan çoxa doğru düzülübdür. Sağ və sol tərəfdən eyni sayda ayırırıq. Və ortada duran ədəd bizim medianımız olur. Deməli, medianımız da 4-dür. Bizə deyir ki, bunun həndəsi ortasını tapın. Həndəsi orta kök adda ədədlərin hasili ilə tapılır. Kök adda 36, bu da eləyir 6. Doğru cavab C variantı. Növbəti 32-də ABCD paralleqramının təpə nöqtəsinin koordinatları verilibdir. A üstəgəl B cəmini bizdən istəyir. Gəlin paralleqramın təpə nöqtəsinin koordinatlarını quraq. Buradan düz xətt çəkək. Deməli, 2 mənfi 2. 1, 2. Biraz balaca qoyaq. Çünki 6-ya kimi getməliyik, yerləşsin. 2 burada olsun. Mənfi 2 də buradadır. Deməli, bu bizim A nöqtəmiz. B nöqtəmiz mənfi 4, 1, 2, 3, 4, bir də 6, 1, 2, 3, 4, 5, 6. Bu bizim, deyək ki, B nöqtəmiz olsun. Mənfi 4, 6 buradır, mənfi 2 buradır, 2 də buradır. Sonra mənfi 1, 3, mənfi 1, mənfi 1 buradadır, 3 də buradadır. Bunun da kəsişməsini qeyd edirəm. Bu bizim C nöqtəmiz. Bir də D nöqtəmiz var. ABCD paralleqramından danışır. Biz indi nöqtələri elə yerləşdirdik ki, şəklimiz qəşəng alınmayacaq. A, B, C. Bunu gərək dəqiq çəkək ki, nöqtələr düzgün yerləşsin və biz həmin paralleqramı burada görək. İndi bir dəqiqə bunu çəkim, ondan sonra davam edək. Deməli, şəkli bu cür qurduq. A, B, C. İndi D nöqtəsini qurmalıyam. D nöqtəsi də deməli burada olmalıdır ki, bunu da belə birləşdirəndə burada bir paralleqram yaransın. İndi biz bu D nöqtəsinin koordinatlarına baxmalıyıq. Bax, burada AB ilə CD paraleldir, BC ilə də AD paraleldir. İndi şəkli biraz qəşəng çəkməmişik, amma yəni paralelliyi göstərirəm paralleqramın hansı tərəflərin paralel olduğunu. İndi buraya baxırıq. Əgər B nöqtəsi 3 vahid aşağı düşübsə, baxın, B nöqtəsi 3 vahid aşağı düşüb. Deməli, A nöqtəsi 3 vahid aşağı düşməlidir. İndi 2-dən gəl 3 vahid aşağı düşək. Mənfi 3, mənfi 4 və mənfi 5. Deməli, D nöqtəsinin ordinatı mənfi 5-dir. Və B nöqtəsi 3 vahid gördüyünüz kimi mənfi 4-dən mənfi 1-ə gəlir. 3 vahid sağa sürüşübsə, deməli, A nöqtəsi də burada 3 vahid sağa sürüşməlidir. 2-dən sonra 3, 4 və 5. Deməli, D nöqtəsinin x-i da 5-dir. D nöqtəsinin koordinatları olur 5 və mənfi 5. Yəni, A-nın qiyməti 5-dir, B-nin qiyməti mənfi 5. Bunların cəmini istəyir, bu da eləyir 0. Doğru cavab D variantı. Baxaq 33-ə. Daha sonra 33-cü məsələdə deyir ki, ABC üçbucağında, gəlin şəkli burada çəkək, böyük bir şəkildə ABC üçbucağını. ABC üçbucağında YD paraleldir. Buradan da BD-ni birləşdirirəm. BD də tən böləndir. BY-yə 3 verib, YS-yə 6 verib, AB tərəfinin uzunluğunu bizdən istəyir. Bax, burada paralelliyi gördüksə, bax, üçbucaqda belə bir paralellik gördüksə, oxşarlığa uyğun nəsə yaza bilərik. Paraleldirsə əgər bu xəttlər, onda bu bucaqla bu bucaq təbii ki,
deməli, uyğun bucaqlar olduqlarına görə bunlar bir-birinə bərabərdirlər. Daha sonra bu C bucağı hər iki üçbucaq üçün, həm ABC üçbucağı üçün, həm YDC üçbucağı üçün eyni bucaqdır. Əgər biz isbat elədiksə, bir üçbucağın iki bucağı uyğun olaraq o bir üçbucağın iki bucağına bərabərdir. Deməli, bu üçbucaqlar oxşardır. Bu üçbucaqlar oxşardırlarsa, onların qarşılarında duran uyğun tərəflərin nisbətləri eyni olmalıdır. Onda alfanın, bax bu alfanın böyük üçbucaq üçün, ABC üçbucağı üçün danışıram. Qabağında duran bu tərəf neçədir? BC tərəfidir də. Yəni 9-dur uzunluğu. 9-un birinci gəlin adla yazın. Bax BC-nin bu kiçik YDC üçbucağında alfanın qabağında duran tərəfə nisbəti, yəni YC-yə nisbəti bərabərdir. Betanın qabağında duran bu tərəfin, yəni YD-nin böyük üçbucaqda betanın qabağında duran bu tərəfə, yəni AB-yə nisbəti o da bərabərdir. Üçüncü tərəfə, üçüncü bucaqda, bu bucaqda da Y bucağının birinci hansını yazmışdıq? BC-ni böyüyü yazmışdıq. Hə, böyüyü yazmışıqsa ardıcıllığı pozmamalıyıq. Burada AB-nin YD-yə nisbəti yazmalıyıq. Yəni birincidə yuxarıda nə yazırıqsa surətdə, digərlərində də o üçbucağın tərəfini yazmalıyıq. İndi bu B bucağının qabağında duran tərəfin, yəni AC-nin bu YDC üçbucağının Y bucağının qabağında duran tərəfə DC-yə nisbətinə bərabər olmalıdır. İndi gəlin bunun içərisini biraz silək. Artıq xəttlər çəkdik. Bunları sildik. İndi bu bucaq bu bucağa bərabərdir. Nisbəti necə yazırdıq? BC-nin YC-yə nisbəti. YC-də 6-dır. Bərabərdir. AB-nin, AB tərəfi buradır da. YD-yə, balacaya nisbəti. AB-nin YD-yə nisbətinə bərabərdir. Və o da bərabərdir AD-nin DC-yə nisbətinə. Bunları bildik. İndi biz həmçinin BD-nin ABC üçbucağının tənböləni olduğunu bilirik. Və biz tənbölənin də bir xassəsini bilirik ki, əgər üçbucağın tənböləni çəkilibsə, burada BD tənböləndir də, deməli AB tərəfin, yəni yan tərəflərin nisbəti, AB-nin BC-yə nisbəti bərabər olmalıdır oturacaqdan ayırdığı bu parçaların nisbətinə, AD-nin DC-yə nisbətinə. Mən burada BC-nin uzunluğunu bilirəm. BC-ni bilirəm ki, 9-dur. Yerinə yazıram. AB böl 9 bərabərdir. Həmçinin AD böl DC nisbətini də bilirəm. Bura baxın. AD böl DC nisbətini. Bir dəqiqə bunu səhv yazmışıq deyəsən. AC böl DC-dir bu. AC. AC-nin DC-yə. AC-nin, yəni bütövün DC-yə nisbətini bilirəm. Onda AD-nin əvəzinə AD böl DC-nin nisbətini bilirəm ki, 6-da 9-dur. Bunu ixtisar eləsək 2-də 3-dür. Tənasüblə AC, 2AC bərabərdir 3DC-yə. Aha, bunu bilirəmsə, 2AC-nin 3DC-yə bərabər olduğunu bilirəmsə, deməli, burada DC-yə 2K, DC-yə 2K, AC-yə də 3K deyə bilərəm. AC, yəni bütöv olan AC 3K, bu kiçik olan DC isə 2K olaraq nisbətində bilinir. Onda yaza bilərəm də AC 3K-dır, DC 2K-dırsa, AD də deməli K-dır. Gəlin bunun üstündə yazım. Bax, AC 3K-dırsa, DC 2K-dırsa, deməli bu hissəyə də K düşür də, AD-yə də K düşür. Onda AD K-dır, DC-də 2K-dır. Buradan K-lar ixtisar gedir və AB-ni rahatlıqla tapa bilirik. 2AB 9-dursa, AB də bərabərdir. 9-u 2-yə bölürəm. 4,5. Bizdən də AB-nin uzunluğunu soruşurdu. Doğru cavab 4,5 olacaq. 4,5 A variantı. Baxaq növbəti suallara.
34-də tənliyini həll edin. Burada əvvəlcə dərəcə aşağı salmaq düsturlarından istifadə etməliyik. Sinus kvadratı x bölü 2. Sinus kvadratı alfanın belə bir düsturunu bilirik ki, sinus kvadratı alfa bərabərdir. 1 çıxılsın, kosinus 2 alfa bölünsün 2-yə. Bu düsturu burada tətbiq eləyəcəm. Sadəcə burada bizə alfa bölü 2 verildiyinə görə, burada da alfa bölü 2 qoyanda yerinə, alfanın yerinə alfa bölü 2 qoyanda bu 2'lər ixtisar gedir və sinus kvadratı alfa bölü 2 1 çıx kosinus alfa bölü 2'yə bərabər olur. Qabaqda da 1-2 vurulsun var da, onu da yerində yazıram. Bərabərdir 1'ə. Bu 2'lər ixtisar gedir. 1 çıx kosinus alfa bərabərdir 1'ə. Kosinus alfa da bərabərdir 1-dən 1'i çıxanda 0'a. Deməli, kosinus alfa 0 olmalıdır. Bu da xüsusi hallara daxildir ki, alfa harda 0 qiymətini alır? Pi bölü 2 plus pi k'dır. Doğru cavab pi bölü 2 plus pi k olacaq. Pi bölü 2 plus pi k. Doğru cavab A variantı. Baxaq növbəti suala. %35'də ABC düzbucağın üçbucağında bucaq ASB 90 dərəcədir. B bucağı 40 dərəcədir. SM mediandır. AMC bucağını bizdən istəyir. AMC. Bu bucağı bizdən dərəcə ölçüsünü soruşur. İndi burada nələrə fikir verək? B bucağı 40 dərəcədirsə, avtomatik olaraq yazırıq ki, A bucağı 50 dərəcədir. Çünki ABC düzbucaqlı üçbucaqdır da, iti bucaqların cəmi 90 olmalıdır. Daha sonra SM mediandır. SM mediandırsa, düzbucaqlı üçbucaqda median hipotenuzu yarı bölür və özü də o uzunluğa, yarısının uzunluğuna bərabər olur. Deməli, mən bura x qoysam, bu da x olacaq. Və burada bərabər yanlı üçbucaq yaranacaq. Görürsünüz, həm bu bərabər yanlı üçbucaq olur, həm də bu üçbucaq bərabər yanlı üçbucaq olur. Onda oturacağı kiçik bucaqlar da bərabər olacaq. 40 budursa, biraz qalınladaq, bu da 40'dır. 50 bu bucaqdırsa, bu da 50 olmalıdır. Və bizdən bu bucağı soruşur. Baxırıq bu üçbucağa, üçbucağın daxili bucaqların cəmi 180 olmalıdır. 50-50, 180-dan da bu 50-50 cəmini çıxıram, yəni 100'ü çıxıram, qalır 80 dərəcə. Deməli, bu bucağın dərəcə ölçüsü olur 80 dərəcə. Doğru cavab C variantı. Baxaq növbəti suala. 36'ya. Hansı qrafik kökətli 3 plus 1 üstü x funksiyasının qrafiki ola bilər? Deməli, burada üslü funksiyadan söhbət gedir. Və yəni A üstü x funksiyasından söhbət gedir. A üstü x funksiyasının qrafiki A əgər deməli 1-dən böyük olarsa, olur bizim qrafikimiz bu şəkildə. Yəni artan funksiya olur. A əgər 0 və 1 arasında olarsa, onda bizim qrafikimiz bax bu vəziyyətdə olmalıdır. Yəni azalan funksiya olacaq. İndi burada A baxırıq 1-dən böyükdürmü? Kökətli 3-dən təxminən 1,7 çıxır. Üstünə də 1 gələndə 2,7 eləyir. Və deməli bizim əsasımız 1-dən böyükdür. Əgər bizim əsasımız 1-dən böyükdürsə, deməli bu funksiya artan funksiyadır. O da B variantına uyğun gəlir. Baxaq növbəti suala. 37'yə. X kiçikdir 1 olduqda funksiyanı sadələşdirməliyəm. Deməli, burada yazıram belə. X kvadratı çıx x çıx 1 kök hatta bax bu ifadə x çıx 2'nin kvadratının açılışıdır. X çıx 2'nin kvadratının açılışıdır. Gəlin qalan yerləri silim. Qarışmasın. İndi bizə şərt verib. Birinci bax, belə də yazım, sonra şərti deyək. Bu kvadratla bu kök gedir və x çıx 2 modulda çıxır.
Və sonra bunu moduldan çıxartmaq üçün şərtə baxıram. X nədir? 1-dən kiçik ədədlərdir. X 1-dən kiçik olduqda bu modulun içərisi mənfi ədəd olur. Mənfi ədəd olur və biz də bilirik ki, moduldan mənfi çıxa bilməz. Ona görə bunun müsbət olması üçün deməli, qarşıya mənfi atıb çıxardırıq və yaxud da yerlərini dəyişib çıxardırıq. Fərqi yoxdur. Olur belə. Mənfi x plus 2. Qarşıya mənfi atdım və çıxartdım artıq müsbət ədəd kimi. Ondan sonra indi biraz da sadələşdirmə aparaq. X kvadratı mənfi x çıx x eləyir çıx 2x. Mənfi 1-in üstünə 2 gələndə eləyir 1. Bu özü də hansı kvadratik funksiyanın açılışıdır? X çıx 1-in kvadratının açılışıdır. Yenə kvadratla kök gedir və bu modulda çıxır. Yenə də baxırıq. X 1-dən kiçik olduğuna görə bu modulun içərisi mənfi ədəddir. Və mənfi çıxmasın deyə biz bunu 1 çıx x olaraq moduldan çıxartdırıq. Doğru cavab A variantı. Növbəti 38-dən əkop AB-ni tapın. Qüvvətdir, verilibdir hazır şəkildə sadə vurğulara ayrılmış forması. Əkopda biz bilirik ki, hər bir qüvvətin maksimumunu, yəni ən böyüyünü götürürük əkop tapanda. Əbob tapanda ən azını götürürük. Əkop tapanda ən çoxunu götürürük. 2-dən 2 dənədir, 2-dən 1 dənədir. 2 dənəsini götürürəm. 3-dən 1 dənədir, 3-dən 2 dənədir. Ən çoxunu götürürəm. 2 dənəsini götürürəm. 5 burada var, burada yoxdur. Olmasın. Yenə də götürürəm. Çünki əkop tapıramsa hamısını götürməliyəm. Yəni ən çox nə var götürməliyəm. Və bunların tapıram görün bu neçədir? 4 vur 9 vur 25. O da bərabərdir. 4'ü 25'e vuranda 100, onu da 9'a vuranda 900. Doğru cevap C variantı. Baxaq növbəti suala. Bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Gəlin bu bərabərsizliyin həllinə baxaq. Surətdə 9x funksiyası var. Sıfırlarını tapıram. X olur 9. Məxrəci x çıx 3'dür. Bunun da sıfırını tapıram. X olur 3. İnterval çəkirəm. Gəlin interval çəkək. 3, 9 və aralıqlar qoyuram. 9-dan böyük ədədlər. Surətə baxıram ki, 9-dan böyük 9 çıx x-dır. 10 qoysam sürət mənfi, məxrəc müsbət eləyir, mənfi elədir. 3, 9 arasında bir qiymət qoysam, məsələn 4 qoysam, sürəti də məxrəcə də hər ikisi müsbət eləyir. 3-dən kiçik qiymət qoysam, məxrəc mənfi, sürət müsbət eləyir, yenə də cavab mənfi eləyir. Bizə böyük bərabərdir hissəsi lazımdır. Yəni müsbət olan hissə lazımdır. O da budur. Sadəcə diqqət eləməlisiniz. Məxrəcdə x çıx 3'dür deyənə biz burada 3'ü götürə bilmərik. Nəyə görə? Nə olsun böyük bərabərdir yazıbdır. Axı 3 məxrəci sıfıra çevirir. Ona görə 3'ü götürə bilmərik. Yerdə qalanları götürəcəyik. 4, 5, 6, 7, 8 və 9'un özü də bura daxildir. Toplasaq, bunun cəmi 10. Sonra 5 ilə 7'nin cəmi 12, üstünə də 8 gələndə 20, 20'nin üstünə deməli 10 gəlirəm. 20'nin üstünə 10 gəlirəm 30, üstünə də 9 gəlirəm 39. Doğru cavab C variantı. 40'da ABCD trapesiyasında AB 5'dir, BC 3'dür. CD 4 kökatda 2'dir. CD 4 kökatda 2'dir. D bucağı 45 dərəcə olarsa, AD oturacağının uzunluğunu tapın. Buradan C təpəsindən bir hündürlük çəkirəm. Bu 45 dərəcədirsə, üçbucaqda, bu da 45 dərəcədir. Onda bu olur bərabər yanlı. Düzbucaqlı, üçbucaq. Bu hissə bu hissəyə bərabərdir. Və əgər mənim bu bərabər yanlı düzbucaqlı, üçbucağın hipotenuzu 4 kökatda 2'dirsə, deməli katetləri olacaq 4. Fəqor teoreminə görə bunlar 4 olmalıdırlar ki, hipotenuz 4 kökatda 2 olsun. Bu 4'dür. Bunu tapdım. Sonra buradan da hündürlük çəkirəm. Təbii ki, trapesiyadır. Hündürlükləri eyni olmalıdır. 4 buradırsa 4 də buradır. Fəqor teoreminə əsasən bu düzbucaqlı, üçbucaqdan 5'in kvadratı 25'dən çıxıram 4'ün kvadratı 16'nı. Qalır bura 3. Bu hissə 3 olduğuna görə bu hissə də 3'dür və
cəmlərini hesablayıram. 6, 6 üstünə 4, 10. Doğru cavab A variantı. 41-də ifadəsini sadələşdirin. Surətdə bu ikisini bir qruplaşdırıram, bu ikisini də bir qruplaşdırıram. Və birinci qrupdan x kvadratın mörtəzə xaricdən çıxardıram, x plus y qalır. İkinci tərəfdən mənfi mörtəzə xaricdən çıxardıram, x plus y qalır. Və x plus y-lər ortaqdır deyə çölə çıxardıram. Burada qalır x kvadratı. Burada da qalır çıx, bunun qabağı 1-dir də, çıx 1. Bölünsün. Məxrəcdən x-i mörtəzə xaricdən çıxardıram, x kvadratı çıx 1. X kvadrat çıx 1-lər ixtisar gedir. Surətdə qalır x plus y, məxrəcdə də qalır x. Doğru cavab D variantı 41-də. Baxaq növbəti suala. 42. Kvadrat tənliyinin köklərindən biri m olarsa, tənliyin ən kiçik kökünü tapın. Köklərindən biri m'dir kvadrat tənliyin. Yəni x1 m-ə bərabərdir. Tənliyin kiçik kökünü tapın deyir. Tənliyin kiçik kökünü tapın. x1 m-dirsə, x2-ni də bilmirəm nədir. Məsələn, bir y götürüm və bilirəm ki, mən Viet teoreminə əsasən tənliyin kökləri cəmi bərabər olmalıdır əks işarə ilə b-yə. Bizdə də b-nin yerində m plus 1 dayanır. Deməli, m plus 1-ə bərabər olmalıdır. Buradan x1-in qiymətini gətirib yerinə qoysam, m plus y bərabərdir m plus 1-ə. Bu m-lər gedəndə, deməli, y 1-dir. Yəni, tapdım ki, mən tənliyimin ikinci kökünün 1 olduğunu tapdım. Və tənliyin köklər asilinin də Viet teoreminə görə 5 olduğunu bilirəm. Yəni, x1-i x2-yə vuranda 5 eləməlidir. Deməli, m-in qiyməti nədir? 5-dir. Tənliyin kiçik kökünü tapın deyir, o da 1-dir. Böyük kökü 5-dir, kiçik kök də 1-dir. Doğru cavab E variantı. 43-də ifadəsinin qiymətini tapın. Hesablayaq. Deməli, bu dövrdür. Dövrləri çevirməliyəm əvvəlcə. 9-da 2 olaraq çevrilir. Dövrdəki rəqəmlərin sayı qədər məxrəcə 9. Sürətdə də dövrdəki rəqəm yazılmalıdır. Saf dövr onluq kəsirlərdə. 5, bu da 1. Belə. Ondan sonra bunu bir yana hesablayaq, sonra bunu davam edərik. Ortaq məxrəcə, deməli, bu 1 böl 9-da 2 demək, 2-də 9 deməkdir. 1 böl 9-da 5 demək, 5-də 9 deməkdir. Ortaq məxrəcə gətirsək 10 ortaq məxrəc, 10-u 2-yə böləndə 5, 10-u 5-ə böləndə 2. 5-i 9-a vuranda 45, üstə gəl. 2-ni 9-a vuranda 18. Eləyir 10-da, 13, 1 yadda, 5, 63. Bunu da çevirsəm, bu nə deməkdir? Dövrdür də, 0,4-də 7-dir. Bu 9-da 7 deməkdir. Deməli, mən aldığım cavabı 9-da 7-yə bölməliyəm. Bölmək demək, onun tərsinə vurmaq deməkdir. 7-də 9-a vuracam. 7 ilə 63 ixtisar gedir, qalır 9. Bu da eləyir 10-da 81. 81-i də ona böləndə eləyir 8,1. Bu da bizim doğru cavabımız. D variantı. Baxaq növbəti suala. 44-də ifadəsinin qiymətini tapın. Tangens 60 dərəcə burada veribdir. Kosinus 20-ni veribdir. Gəlin məxrəci ortaq məxrəcə gətirək də. Sinus 20 vur kosinus 20 hasili bizim ortaq məxrəcimizdir. Ortaq məxrəcə gətirsək nəsə olurmu? Tangens 60-a da vursam, tangens 60 vur kosinus 20. Onlar da tangens 60-ın gəlin qiymətini yazaq. Tangens 60-da kökətli 3 alır. Vur kosinus 20. Çıx. Burada da sinus 20 olur. Ortaq məxrəcə gətirdik. Surətdə belə bir ifadələr olanda hər tərəfi eyni bir ədədə bölün və vurun. Məsələn, bunu 2-yə hər tərəfini bölün və vurun. Onda surətdə belə bir şey alacaqsınız. 2. Bu kökətli 3 bölü 2-nin yerinə məsələn yazın ki sinus 60 olacaq kosinus 20. Çıx. 2-də 1-in yerinə də burada yazırsınız ki kosinus 60 sinus 20. Yaza bilərəm də, düzdürmü? Məxrəcdə sinus 20 kosinus 20. 2-də 1 sinus 2 alfanın düsturudur. 2 alfa. Alfamız da 20-dirsə 2-ni 20-yə vuranda 40 deməkdir. Ondan sonra olur belə. 2 deməli. Bax, sürətə fikir verin. Sinus 60 kosinus 20. Çıx kosinus 60 sinus 20. Bu bizə sinus alfa çıx betanın düsturunun açılışıdır. Onda olur sinus alfa çıx beta. Deməli 60 çıx 20 sinus 40.
Məxrəcdə də 2də 1 sinüs 40 var. Sinüs 40-lar ixtisar gedir. Bu 2də 1-in ikisi qalxır yuxarı. 2 vur 2 cavab edir 4. Doğru cavab olur 4. Baxaq növbəti suala. Növbəti 45-ci sualda deyir ki, A çoxluğu verib, çoxluğun 2 elementli açıqlıqlarının sayı 3 elementli açıqlıqların sayından neçə faizidir soruşur. Burada elə bil ki, A çoxluğunda 6 dənə element var. Biz onun 2 element, elə bil ki, 2-2 seçməliyik də. Ya 3-5 seçə bilərik, 3-6 seçə bilərik, 3-7 seçə bilərik, 3-10 seçə bilərik və bu şəkildə. 2-2 açıqlıqlarını yazmalıyıq. İndi bu açıqlıqlar neçədən olacaq? Yəni bunun bir-bir yazmaqdansa, aslında bir-bir məsələn yaza bilərsiniz. 3-5, 3-6, 3-7, 3-9, 3-10, sonra 5-6, 5-7, 5-9, 5-10 bu şəkildə hamısını yazıb sayıb tapa bilərsiniz. Amma bu biraz uzun olduğuna görə burada kombinasiyadan istifadə edəcəyik ki, 6 elementdən neçə elementdə açıqlıq yazırıq? 2. Ona görə 6 elementdən ikisini seçirik. Görə neçə cür seçmək mümkündür? Sürətdə 6 faktorial, məxrəcdə isə 2 faktorial vurulsun, 6-dan 2 çıxırıq, 6 çıx 2 faktorial. Yəni olur belə. 6 faktorial bölünsün 2 faktorial, vurulsun 4 faktorial. 6 faktorialı 6 vur 5 vur 4 faktorial kimi yazsaq, 4 faktorial kimi yazsaq, 4 faktorial ixtisar gedir. 2 faktorial ilə 2 deməkdir. 2 ilə 6 ixtisar gedir 3. 3 ilə 5-ə vuranda 15. Deməli 2-2 seçsək 15 dənə belə çoxluq yaza bilərik. Bir də 3 elementli açıqlıqların sayını yazmaq üçün isə 6 elementdən 3 yazırıq. Burada da olur 6 faktorial bölünsün 3 faktorial vurulsun. Yenə 6-dan 3-ünü çıxırıq, olur 3 faktorial. Və 6 faktorialı 6 vur 5 vur 4 vur 3 faktorial kimi yazsaq, məxrəcdə 3 faktorialın birini 3 vur 2 kimi yazsaq, 3 faktorialda saxlayıram. Niyə saxlayıram? Bunları ixtisar edeyim deyə. 3 vur 2 6 deməkdir. Bu da 6 ilə ixtisar gedir. 5-də 4-ə vuranda eləyir 20. Deməli 3-3-də seçsək 20 dənə 3 elementli açıqlıq yaza bilərik. 3 elementli açıqlıqlarının sayının neçə faiz? İndi bizə sual verir ki, 2 elementli açıqlıqlarının sayı 3 elementli açıqlıqlarının sayının, yəni 20-nin neçə faizidir? Bunu tapmaq üçün 15-i 20-yə bölüb 100-ə vurmalıyam. İxtisar eləsək 5 qalır. 5-i də 15-ə vuranda eləyir 75 faizi. Doğru cavab 75 faiz. Baxaq növbəti 46-cı suala. Növbəti 46-cı sualda deyir ki, ABCD dördbucaqlısının xaricinə çevrə çəkilmişdir. Bucaq A, çıx bucaq D fərqinin dərəcə ölçüsünü tapın. Deməli, hansı dördbucaqlıların xaricinə çevrə çəkmək olar? Qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Deməli, buna 85 veribsə, mən bu bucağın dərəcə ölçüsünü tapmaq üçün 180-dan 85-ə çıxmalıyam. Qalacaq 95 dərəcə. Və bu bucaq 65 dərəcə veribsə, bu bucağı tapmaq üçün 180-dan 65-i çıxmalıyam. Qalacaq 115 dərəcə. Və bizə deyir ki, A çıx D-ni tapın. A bucağımız 115-dir. Çıxıram 95-i. Və qalır 0, 20 dərəcə. Doğru cavab 20-dir. Baxaq növbəti suala. 47-də loqaritma tənliyini həll edin deyir. Gəlin tənliyə baxaq. Burada kök hədddə 2 verib. Bu kök həddəkini 2 üstü 2də 1 kimi yazsaq və bu 2də 1-i qabağa atsaq, qabağa necə atırdıq? X-in qüvvətindəki ədədi bölürdük burada 2də 1-ə və qabağa atırdıq. X-in qüvvəti 1-dir də. 1-i 2də 1-ə böləndə eləyir 2. Deməli, qarşı 2 olaraq çıxır. 2 loqaritma 2 əsasdan X-a çevrildi bu. Üstə gəl. Bu olduğu kimi qalsın. Bunu da yenə də 4-ü 2-nin kvadratı kimi yazsaq və X-in qüvvətindəki 1-i o 2-yə bölüb qarşıya çıxardıram. Qabaqda da 2 var da. 2 vurulsun 2də 1. Loqaritma 2 əsasdan X. Bərabərdə 32-yə. İndi burada 2-lər ixtisar gedir. Əmsalları toplayaq. 2 üstə gəl 1. Burada 1 var. Burada da 1 var. 2 üstə gəl 1. 3. Üstünə də 1. 4. 4 loqaritma 2 əsasdan X bərabərdə 32-yə.
Buradan loqaritma 2 əsasdan x-i tapsaq, 32-ni 4-ə bölürəm 8. X də nəyə bərabərdir? Bu 2 8-i deməli qüvvətinə alır. 2 üstü 8 olur. Düz yazdıq. 2, 3, 4 32-yə bərabərdir. 32-ni 4-ə böldüm 8 elədi. 2 üstü 8 olur. 2 üstü 8 də neçə deməkdir? 2 üstü 6 64 deməkdir. 64-ü də vururuq deməli 4-ə. O da eləyir 256. Doğru cavab 256-dır. 48-də tərəflərin uzunluqları tam ədədlər olan ABCD və MNKD kvadratları üçün ştrixlənmiş hissənin sahəsi 23 olarsa, MNKD kvadratının perimetrini istəyir bizdən. Bir də baxaq, tərəflərin uzunluqları tam ədədlərdir. ABCD, yəni böyük kvadrat və MNKD içərisindəki o ştrixlənməyən hissə kvadratları üçün MNKD kvadratları üçün ştrixlənmiş hissənin sahəsi 23 olarsa, ştrixlənmiş hissə buradır da. Ştrixlənmiş hissənin sahəsi 23 olarsa, MNKD kvadratının perimetrini istəyir. Kvadratdır da bu. Tərəflər eyni olmalıdır. ABCD-nin tərəflərini bir x olaraq qəbul eləsək, içərisindəki MNKD-nin tərəflərini bir y olaraq qəbul eləsək, sahə 23-dür. Bu ştrixlənmiş hissənin sahəsi 23-dür. Deməli, buradan ayırsaq, ştrixlənmiş hissəni 2 dənə yerə bölsəm, bütöv x-dır. X-dan çıxsam bu kiçik hissəni, bura qalacaq x çıx y. Düzdürmü? Sonra, həmçinin yenə də x-dan bu deməli, x-dan, yəni bütöv bu hissədən, bu kənardakı bu hissəni çıxsam, burada qalacaq x çıx y. Onda deməli, sahəmiz necə olur? Bax, bu hissənin sahəsi, yan tərəf, yəni x vurulsun, x çıx y-dir, üstəgəl. İndi keçək bu hissənin sahəsini yazaq. Bu hissənin də sahəsi y vurulsun, x çıx y-dir. Bərabərdir 23-ə. Hesablayaq. Mötərizəni açıram. X kvadratı çıx xy, üstəgəl xy çıx y kvadratı bərabərdir 23-ə. X-y'lər gedir. X kvadratı çıx y kvadratı bərabərdir 23-ə. Bunu da vurğulara ayırsaq, x çıx y, x plus y olaraq ayırıram 23. Deyir axı natural ədəddir. Natural ədəddirsə bu x, y-lər bunların cəmi fərqi ilə natural ədəd olmalıdır. 23-ə nə bərabər ola bilər? Bura 1 olmalıdır, x çıx y. Burada 23 olmalıdır ki, münasibi 23 eləsin. Onda x çıx y 1-dirsə, x plus y də 23-dür. Tərəf-tərəfə toplasam, 2x bərabərdir 24-də, x də bərabərdir 12-yə. X 12-dir, y-i də tapsaq, 12-dən nəyə çıxanda 1 eləyir? 11-i. Deməli, y də 11-dir. Bunu müəyyənləşdirdik. MNKD kvadratının perimetrini istəyir. MNKD, yəni bu içərisindəkini istəyir də. Deməli, 11 buradır. Bütün tərəfləri 11-dir, deməli, bu kvadratın MNKD-nin. Perimetrdə olacaq 11 vur 4, 44 doğru cavab. Belə, baxaq növbəti suala. Bayram üçün hazırlanmış hədiyyə qutularının 5-də 2 hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Deməli, bayram üçün hazırlanmış hədiyyə qutularının 5-də 2 hissəsi hər gün 40 qutu. Bilmirəm də bayram üçün nə qədər hədiyyə qutusu hazırlanıb. Deyək ki, x qutu hazırlanıb. 5-də 2 hissəsi eləyir 5-də 2x. Hər gün 40 qutu. 5-də 2 hissəsi hər gün 40 qutu. Qalan hissəsi nə qədərdir? X-dan 5-də 2x çıxanda 5-də 3x qalır. Qalan hissəsi, yəni 5-də 3x isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Deməli, bu qədər qutu hər gün 40 qutu paylanmaqla bitir. Hər gün 40 qutu paylanmaqla bitir. Bilmirəm neçə günə paylayıblar. Deməli, indi deyək ki, 44 günə bitirilməlidir də. Deyək ki,
C gün, məsələn də işarələyirəm, 5-də 2 hissəni paylayıblar. D gündə bu 5-də 3 hissəni paylayıblar. 44 gündür bunların cəmi. C günün hər birində 40 dənə qutu paylayıblar. Deməli 40-ı C-yə vursam, qutuların 5-də 2-si paylanır da, 5-də 2 X-a bərabər olar. Və D gündə də hər gün 50 dənə qutu paylayıblarsa, deməli 50-ni də D-yə vursam, 5-də 3 X-a bərabər olar da ki, paylanmış olar. İndi C plus D 44'dür də. Gəl buradan C-ni tapaq. 5'də 2 x bölü 40. Bölüyəndə 40-a, 40'da 1'ə vururam. İxtisar eləsəm 20'də 1. 20'yi 5'ə vuranda 100'də 1 x. Sonra buradan da D-ni tapsam. Buradan da D-ni tapsam. D bərabərdir. 5'də 3 x bölü 50'yə. Vururuq 50'də 1'ə. Bu da eləyir 250'də 3 x. İndi toplasam C ilə D-ni 44'ə bərabər olmalıdır. Toplayaq. 100'də 1 x-in üstünə 250'də 3 x-i gəlirəm. Bərabər olmalıdır 44 günə. Orta məxrəc deməli 500'dür deyək. Orta məxrəc 500 olsun. 500'ü 100'ə böləndə 5x, 500'ü 250'yə böləndə 2, 2'ni də 3'ə vuranda 6x bərabərdir 44'ə. Sürət eləyir 11x bölü 500 bərabərdir 44'ə. 44 ilə 11 ixtisar gedir 4. X-ə bərabərdir 4'ü 500'ə vuranda 2000. Deməli 2000 qutu deməli hədiyyə paylanmalıdır. Doğru cavab 2000. Qutuların sayı 2000'dir. Növbəti 50'yə baxaq. Burada 2000 yazaq. Baxaq 50'yə. Buranı silək. Deməli deyir ki, ABCD rombunda, gəlin bir dənə ABCD rombunu çəkək. AM BM bərabərdir. Şəkil verib də bizə. M-i burada veribdir. AM BM bərabərdir. Sonra MN perpendikulyardır AD-yə. MN çəkib. Belə çəkib. Bunu belə çəkib. Bir dənə də belə çəkib. MN buradır. MN perpendikulyardır AD-yə. AN 2'dir. Buradan bura uzunluq 2'dir. ND 6'dır. SN parçasının uzunluğunu bizdən istəyir. SN. Bax bu hissənin bizdən uzunluğunu tapmaq tələb olunur. Deməli burada nə edə bilərik? Başqa nə verib? Rombdur deyir. Rombdur deyir. Bu buna bərabərdir deyir. Tamam. Necə belə bir şey eləyək? Deməli buradan belə bir BC-yə paralel, AD-yə paralel bir düz xətt keçirsək. Burada AMKD paraleloqram yaranar. Paraleloqram yaranar. Bu AD 8 olduğuna görə, burada 8'dir, burada 8'dir. Bu özü rombu idi axı. Burada 8'dir və bunu 4 bölübdür burada. Bunları bilirik. 4 bölübdür. Sonra bizə MC-ni tapmaq lazımdır. MC MBSK paraleloqramının diaqonalıdır da. Biz bu diaqonalın uzunluğunu tapmalıyıq. Paraleloqramda bu diaqonalın uzunluğunu tapmalıyıq. Tərəfləri bilirəm. Tərəflərini bilirəm. Əlavə nə bilirik? M-nin uzunluğunu bilmirəm. Mənə nə lazımdır? İndi burada biz M-ni tapa bilərik. Nəyə əsasən tapıram? Bax bu düzbucaqlı üçbucaqda Pifaqor teoreminə əsasən M-ni tapıram ki, M bərabərdir kök altda 16'ın kvartı çıx 4'ün kvadratına. Yəni kök altda 16'ın kvartı yox, elə kvarta yüksəltmişəm də bunları. 16 çıx 4'ə. Yəni 4'ün kvartı çıx 2'nin kvadratına. O da eləyir kök altda 12. Deməli bu hissə kök altda 12'dir. İndi
bu MN-in yuxarı oturacağa doğru uzantısını çəksək, buna birləşdirsək bu şəkildə. Bura 2-dirsə, burada 2-dir və MN-in uzunluğu elə burada bir məsələn nə yazaq? F yazsaq, F-in uzunluğuna bərabər olacaq. Burada kök altda 12 olacaq. Burada da düzbucağa belə gələcək və burada bir düzbucaqlı üçbucaq yarandı. Bax bu şəkildə. Belə bir düzbucaqlı üçbucaq yaranır və düzbucaqlı üçbucağa Pifaqor teoreminə görə biz MC-ni tapa bilərik. Bu hissənin uzunluğu 10-dur. MC deməli bərabər olur. Kök altda 12-nin kvadratı, kök altda 12-nin kvadratı ilə 12 eləyir. Plus 10-un kvadratı, yəni 100. O da bərabərdir. Kök altda 112 olacaq. Bunu da ayırsaq 112-ni vuruqlara. 112-ni vuruqlara ayırsaq 56, 2, 28, 2, 14, 2, 7. Bu 2, 2, 4 çıxır da. 16 vur 7 kimi yazsaq, 16-dan 4 çıxır, 7 də kökün içində qalır. 16 vur 7 kimi yazsaq, bəli, olacaq 4 kök altda 7. Deməli, MC-nin uzunluğu olacaq 4 kök altda 7. Baxaq 51-ə. Bərabərsizliklər sisteminin, buraya yazaq 4 kök altda 7. Bərabərsizliklər sisteminin yeganə həlli olarsa, M çıxın fərqini tapın. M və N parametrlərdir. Bərabərsizliklər sisteminin yeganə həlli olarsa. Gəl buradan 2x-i tapaq. 2x böyük bərabərdir M çıx 3-dən. Burada da 2x kiçik bərabərdir N plus 4-dən. Yeganə həll nə vaxt ola bilər burada? Bu 2x-ların qiyməti eyni olmalıdır da. Yəni, görürsünüz, birində böyük bərabər yazır, birində kiçik bərabər. Yəni, bu nə böyüyü ödəməməlidir, nə kiçik bərabər. Yalnız bu M-in bu ifadənin, yəni bu tərəfi buna bərabər olduğu halda bu yeganə həll. Bunu necə göstərim? Məsələn, x böyük bərabərdir 5 almışsınız, bir də x kiçik bərabərdir 5 almışsınız. Bunun yeganə həlli nədir? Yəni, kəsişməsini götürməliyik də. Burada kəsişmə yalnız 5-dən ibarətdir. Yəni, bir-birinə bərabər olmalıdırlar. Buradan M çıx N bərabərdir. Bu 3 keçir bu tərəfə, 4 üstə gəlir 3 olur 7. Deməli, M çıx N 7-yə bərabər olmalıdır. Doğru cavab 7-dir. Baxaq növbəti suala. 52. Çevrə ABC bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsində toxunub. ABC bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsində toxunub çevrə. C təpə nöqtəsindən keçir. Tamam. BY 4-dür uzunluğu. YC-nin 5-dir. AD parçasının uzunluğunu bizdən istəyir. AD parçasının uzunluğunu bizdən istəyir. İndi gəlin baxaq. Burada nələrdən istifadə edə bilərik? B nöqtəsindən bu çevrəyə toxunan bir də kəsən keçirir. Biz bu toxunanın uzunluğunu tapa bilərik. Necə tapırdıq? Toxunanın kvadratı, buranı bir x kimi götürsək, x-in kvadratı bərabərdir. 4 vurulsun bütöv. 4 vur 9-a. İndi buradan x-i tapaq. 2 vur 3-ə, yəni 6-dır. Bax, bu hissənin uzunluğunu tapdıq ki, 6-dır. Yəni, bura 6-ya bərabərdir. İndi bizdən AD-ni istəyir də. Belə, buranı 6 tapdımsa, ABC-yə bərabər tərəfli üçbucaqdır deyir axı. BC tərəfinin uzunluğu nə qədərdir? 4, 5, 9-dur da. Bu tərəfdə 9 olmalıdır. 9 olması üçün bura 6-dırsa, burada 3 olmalıdır. Vəssalam. AD-nin uzunluğu olacaq 3. Doğru cavab 3-dür. Baxaq 53-ə. Fx çoxədlisi verilib, deməli, funksiyası verilib. Qrafiki, absis oxunu A və B, ordinat oxunu isə C nöqtəsində kəsir. Tamam, paraboladır. Deməli, absis oxunu A və B nöqtələrində kəsir, ordinat oxunu da C nöqtəsində kəsir. A nöqtəsini veribdir 2, 0, 2, 0 olarsa, B və C nöqtələrinin absisləri cəmini tapın. B və C nöqtələrinin absislərinin cəmini. Gəlin bir dənə belə bir şəkil çəkək, şəkil üzərində təsəvvür edək.
Aha. Funksiyasının qrafiki absis oxunu A və B nöqtələrində, ordinat oxunu C nöqtəsində kəsir. A nöqtəsinin koordinatını verib. 2, 0. Tamam. 2, 0. Bu bizim A nöqtəmizdir. Tutaq ki, bura 2 olsun. Onda bu A nöqtəsidir. B və C nöqtələrinin absislərinin cəmini tapın. Funksiyamız da bu şəkildə verilibdir. Qrafiki absis oxunu A və B nöqtələrində, ordinat oxunu da C nöqtəsində kəsir. Və belə bir şeydir də. Bilmirəm, indi C nöqtəsi hardan keçəcək? Hələ ki, belə çəkək. Bura B-dir, burada C-dir. Biz bilirik ki, kvadrat funksiya ordinat oxunu kəsdiyi nöqtə, buradakı sərbəst həddir. Yəni, C-nin qiyməti A-4-dür. Bu C-nin qiyməti A-4-dür. Və absis oxunu kəsdiyi nöqtələrə görə də biz bu funksiyanın qrafikini A vurulsun x çıx x1, x çıx x2 kimi yaza bilərik. A-mız 1-dir. Bax, görürsünüz, x kvadratının qabağında duran bizim A-dır. A 1-dir. Yəni, bu yoxdur burada. Və x1-mizi də bilirəm. Bir dənə nöqtəsini bilirəm, 2 də kəsir. Olur belə, x çıx 2, x çıx x2. Yəni, indi bizə lazımdır ki, bu x2-nin nə olduğunu tapaq. Bunu da vurub açaq. Vurub açsaq. Görək nə alırıq. Vurub açaq. X kvadratı çıx x x2 çıx 2x plus 2x2. Düzdürmü? Buradan da mörtəzə xaricini çıxardıram. X kvadratı çıx. Buradan x2 plus 2x olur. Burada 2x2 olur. İndi mən bilirəm axı funksiyamızı. Sərbəst hədd A-4-dür. Bizdə sərbəst həddin yerinə nə dayanıb? 2x2 dayanıb. Deməli, A-4 2x2-yə bərabərdir. Həmçinin bu x2 plus 2-nin yerində burada nə dayanıb? A plus 1 dayanıb. Düzdürmü? A plus 1 dayanıb. Deməli, A plus 1 də bərabərdir x2 plus 2-yə. Buradan mən nələrisə tapa bilərəm. Yəni, x2-ni tapa bilərəm. X2-ni tapmaq üçün bunun hər tərəfini mənfi 1-ə vuraram. Bu mənfi, bu müsbət, bu da mənfi olar. Tərəf-tərəfə toplayaram. A-lar gedər. 1-in üstünə 4 gələndə 5. Burada da x2-dən, deməli, x2-nin üstünə mənfi x2 gələndə mənfi x2 plus 2. Bir tərəfə keçirsəm, x2 bura keçər, 5 də bu tərəfə keçər. 2-dən 5 çıxanda mənfi 3. Deməli, bir nöqtəsi də mənfi 3-dür. Kəsdiyi nöqtələrdən biri də mənfi 3-dür. B və C nöqtələrinin absislərini istəyir. B nöqtəsinin absisini tapdım. Mənfi 3-dür. B nöqtəsinin absisi mənfi 3-dür. Yəni, bunu tapdım. Mənfi 3 olduğunu tapdım. C nöqtəsi nədir bəs? C nöqtəsi. C nöqtəsi ordinat oxunu kəsdiyi nöqtədir. Düzdürmü? Ordinat oxunu kəsən nöqtədə onsuz da onun absisi 0-dır. Yəni, ordinat oxunu hansı nöqtədə kəssin, bunun absisi 0-dır da. Ona görə C nöqtəsinin absisi 0, B nöqtəsinin absisi isə mənfi 3-dür. 0-dan mənfi 3 toplasaq, doğru cavab mənfi 3 olacaq. Doğru cavabımız mənfi 3-dür. Baxaq növbəti suala. 54. Vektorlara aid bir sual. Vektorların skaler hasilini tapın. AB və AC vektorlarının. Gəlin AB vektorunun koordinatlarını tapaq. AB vektorunun koordinatı 2-dən mənfi 1 çıxıram 3. 3-dən 4 çıxıram mənfi 1. Bu AB vektorumuz. İndi AC-ni tapaq. AC-ni. 5-dən mənfi 1 çıxıram 6. 6-dan mənfi 4 çıxıram mənfi 10. Skaler hasilini istəyir, vururam. 3-ü 6-ya vuran, deməli, skaler hasil necə tapılırdı? x1, x2 plus x1, x2 plus y1, y2 də, belə. x1, x2 plus y1, y2 hasili ilə. 3-ü 6-ya vuranda 18. Üstə gəl, mənfi 10-u mənfi 1-ə vuranda 10. Cavab elədi 28. Skaler hasilimiz oldu 28. Növbəti sual. Sonuncu sual. Bütün hədləri müsbət olan ədədi silsilənin
İlk 3 ardıcıl həddi bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi x kvadrat çıx 1 3x plus 4 olarsa silsilə fərqini tapın. Bütün hədləri müsbətdir. İlk 3 ardıcıl həddini veribdir. Silsilə fərqini istəyir bizdən. Gəlin yazaq. Mühasilə. Deməli, A1-imiz x-dir. A2-miz x kvadrat çıx 1-dir. A3-ümüz də 3x plus 4-dür. Silsilə fərqi necə tapılır? Hər növbəti həddən özündən əvvəlki həddə çıxmaqla. Yəni D x kvadrat çıx 1-dən x-i çıxmaqla da alına bilər. Və yaxud da bundan bunu çıxmaqla da alına bilər. 3x plus 4-dən çıxıram x kvadrat çıx 1-i. Çıxanda o qabaqdakı çıxma bunu üstəgəl eləyir. Və silsilə fərqləri eyni olaraq ədədi silsilədə bir-birinə bərabərdir bunlar. X kvadrat çıx 1 çıx x bərabərdir. 3x plus 4 çıx x kvadrat plus 1. X kvadratlarını bir tərəfə keçirsəm, bu tərəfə keçsəm, olacaq belə. 2x kvadratı, burada mənfi x, bu x da bunun yanına keçsə, çıx 3x olsa, çıx 4x. Burada 4-ün üstə 1 gələndə 5 eləyir. Bu 5 də bunun yanına keçsə, mənfi 1 çıx 5, mənfi 6 bərabərdir 0. Hər tərəfi 2-yə bölsəm, olacaq bu şəkildə. Diskriminantla da x-i tapıram. Ya diskriminantla ya v-yetlə tapa bilərik. Gəlin v-yetlə tapaq. Kökləri cəmi 2 eləyən, kökləri hasili mənfi 3 edən ədədləri axtarıram. Bu da 1 ilə 3 olacaq. Prosta hansına mənfi verməliyəm? Köklər cəmi 2 eləmək üçün buna mənfi verməliyəm. Bizə deyir, hədləri müsbətdir. Ona görə mənfi 1-i götürə bilmərəm. Deməli, həddin biri 3-dür. Yəni, x 3-dür. X 3-dür. X 3-dür. Bu 3-dür. Bu 9-dan 1 çıxanda 8-dir ikinci həddimiz. Bu da 3-ü çarpanda 9, üstünə 4 gələndə 13-dür. Deməli, hədlərimiz 3, 8 və 13-dür. Silsilə fərqini istəyir. 8-dən 3-ü çıxıram. Silsilə fərqimiz olur 5. Doğru cavab 5-dir. Belə. Bugünkü imtahanda düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.